Salam əziz dostlar, əziz ovçular. Bu videom silahların analizidir. Yəni Benelli soruşanlar üçün çəkilən birinci növbədə. Bax, Benelli silahıdır. Görürsünüz, gördüyünüz Benellinin taxtalı variantıdır. Demək olar ki, bundan bir dənə qalıb, qutarıb. Benelli Belmonte'dir. İstəyənlər, mənə TikTok'da yazanlar, bax, girib buradan izləyə bilər. Gördüyünüz belə bir silahlarımız var. Silahlarımız daha doğrusu çoxdur. Burada gördüyünüz Churchill'dən tutmuş, Impalası, Atarmısı, nə bilim Huglusu, nə bilim Kral Armısı, bir çox məhsullarımız var. Və ikinci əl adı ilə təzə zavodun yağı üstündə olan silahlarımız var. Baxa bilərsiniz. Görürsünüz? Salafan. 1 qram cızığı yoxdur. Çox da işlənib eləməyib. Bax. Dəhşət bir şeydir. 16 kalibrdir, 27'dir, tək-tətikdir. Bu ölçəklə də tutdu məni. Bir də 28 kalibr istəyənlər üçün 28 kalibrimiz də var. Sonra MR 155 varımızdır. O da 800 manatdır. Sonra MC21'imiz də var. MC21 də gəlib ədə keçən əvə müştəri istəyir, deyirik yoxdur. Bizdə var bir şey qazıba. Mən dedim, satmışam onu, demirsən mənə. MC21 təzə, dımbıl vəziyyətindədir. Gəlib əldə edə bilərsiniz. Belə, demək olar çox məhsullarımız var. Mən 28 kalibri gözüm axtarı tapa bilmirəm. Bax, tapdım. Bax, ovçular. Bax, salafan. Gördün? Tarix. Stringer. Üstünə nə yazılıb oxuyum da sizini. Vezirhan silah sənayesidir Türkiyəndə. Amma çox gözəl bir şeydir. Yəni, bilmirəm, necə görsənə gəlib yaxından tanış ola bilərsiniz. Belə. Sonra burada var, Toz 34'ümüz də var. İnşallah Toz 34'ü də gəlib yaxından tanış ola bilərsiniz. Belə, əziz dostçular. Mən TikTok'da bu silahları paylaşa bilmədimdən dolayı YouTube kanalında paylaşıram. Gəlib yaxından tanış olub əldə edə bilərsiniz. Ünvan Cəlilabad rayonunun Birinci Soru ilə üzbəyiz. Sağ olun, var olun.